Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili ilə bağlı şagird yönümlü interaktiv təlimdə olan iş formalarıdır. Biz əvvəlcə onu deyim ki, müəllim olaraq təlim fəaliyyətini təşkil edərkən 4 şəkildə qura bilərik. Bu zaman biz 4 iş formasından istifadə edirik. Bunlar hansılardır? Fərdi şəkildə, cütlərlə, qruplarla və bütün siniflə. Lazımi məqamda, lazımi yerdə biz bu iş formalarından istifadə etsək, şagirdin bilik və bacarıqlarını inkişaf etdirə, onların öyrənmə ehtiyaclarını nəzərə almış oluruq. Deməli, bu iş formalarının da özünün həm faydası var, həm çatışmazlığı var, həm də qiymətləndirmə növü var. İlk öncə baxaq görək, müəllimlər, fərdi iş forması nədir? Fərdi iş forması şagirdin tək başına gördüyü bir fəaliyyətdir. Şagird tapşırığı yerinə yetirərkən tək başına görür. Və faydası nədir? Faydası odur ki, əsasən fərd daxili intellektlə və introvert şəxsiyyət növünə sahib şagirdlər üçün daha uğurludur. Bu şagirdlər fərdi işləyərək öz öyrənmələri haqqında təsəvvürə malik olurlar, öz işlərini qiymətləndirirlər, özlərinin zəif və güclü tərəfləri haqqında məlumatlı olurlar, öz işlərinə uyğun strategiya seçirlər. Bu da fərdi iş formasının faydası ola bilər. Bir də çatışmazlığı ondan ibarətdir ki, müəllimlər, əgər şagird fərdi işlə məşğul olursa, artıq onda əməkdaşlıq, ünsiyyət, problemi birlikdə həll etmə kimi bacarıqları artıq kölgədə qalmış olur, inkişaf etməmiş olur. Bu da fərdi iş formasının çatışmazlığıdır. Bir də gəlirik qiymətləndirməsi. Qiymətləndirməsi necə olur? Qiymətləndirməsi zamanı həm müəllim şagirdi qiymətləndirə bilər, həm şagird özünü, həm də qarşılıqlı qiymətləndirmədən istifadə edə bilər. Şagird özünü qiymətləndirərkən nədən istifadə edir, nədən məlumatlı olur? Özünün zəif və güclü tərəflərini müəyyən etmiş olur. Gələcək dərslərdə nəyə diqqət etməlidir? O haqqda məlumatlı olur və öz inkişaf səviyyəsini artıq izləyə bilir. Bu oldu fərdi iş forması. Sonra gəlirik müəllimlər cütlərlə iş formasına. Cütlərlə iş forması odur ki, burada artıq bir yox, iki dənə şagirdin birlikdə öyrənməsi, birlikdə tapşırığı yerinə yetirməsindən gedir. Burada şagirdlər bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqə yaradaraq tapşırığı həll edirlər. Burada ən çox düşün, cütləş, bölüş, paylaş texnikasından istifadə olunur. Düşün, cütləş, bölüş üsulundan istifadə edirlər. Deməli, faydası nədir? Cütlərlə işin faydası odur ki, şagirdlər birlikdə işləyirlər, bir-birlərindən öyrənmək imkanları olur. Burada mövzu ilə bağlı hər hansı bir məqamda çətinlik çəkən şagird güclü şagirddən öyrənmiş olur. Həm də mövzu ilə bağlı bildiklərini yoxlaya bilirlər, qarşılıqlı fikir mübadiləsi yaradırlar, ortaq nəticəyə gələ bilirlər və sonda problemin həlli üçün birgə çalışırlar. Proses zamanı şagirdlərdə həmçinin eyni zamanda bir-birlərini dinləmə bacarığı da formalaşmış olur. Bir-birlərindən öyrənmə imkanı qazanırlar. Və bir də şagirdlərdə empatiyası formalaşır. Yəni bir-birlərinə qarşı empatiyası formalaşmış olur. Burada da cütlərlə iş formasında şəxslər arası intellektdən və ekstravert şəxsiyyət növünə sahib şagirdlər üçün daha uğurlu bir iş formasıdır. Çatışmazlığı nədir? Çatışmazlığı da odur ki, şagirdlər əgər bir-birlərinə mənfi münasibət bəsləyirlərsə, aralarında hər hansı bir soyuqluq varsa və yaxud da şəxsi qərəzlik varsa, artıq bu iş formasından istifadə məqsədə uyğun deyil. Çünki şagirdlərdə rəy vermə bacarığı olmur. Onlar bir-birlərinə yanlış rəy verə bilərlər. Bu zaman şagirdlərin fəaliyyətini cütlər şəklində təşkil etmək, onların edərkən bunların rəy vermə bacarıqları nəzərə alınmalıdır. Əgər rəy vermə bacarıqları zəifdirsə, bu iş formasından istifadə heç də məqsədə uyğun deyil. İndi baxaq müəllimlər qruplarla iş formasına. Qruplarla iş formasında şagirdlər artıq kiçik bir komandalara bölünürlər, komandalar şəklində fəaliyyət göstərirlər, tapşırıqları həll edirlər. Burada şagirdləri biz sırf onların bacarıq səviyyəsinə görə, bilik səviyyəsinə görə qruplaşdırmamalıyıq. Bu düzgün yanaşma deyil. Biz şagirdləri fərqliliklərinə görə, fərqli bilik səviyyəsinə, fərqli bacarıq səviyyəsinə şagirdlərdən qruplar yaratmalıyıq ki, burada şagirdlər, güclü şagirdlər, zəif şagirdlərə dəstək olsunlar, onları öyrətsinlər. Deməli, qruplarla işin faydası nədir?
Faydası odur ki, burada bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaradılır. Fərqli fəaliyyətlər seçilir, fərqli fəaliyyətlər həyata keçirmək olur. Şagirdlərdə yaradıcılıq bacarıqları yüksək olur. Problemin və tapşırığın həlli üçün burada hamı çalışır, hamı səy göstərir. Qruplarla iş formasında artıq şagirdlər problemin və tapşırığın həlli üçün bir yerdə əməkdaşlıq edirlər, ünsiyyət qururlar, problem həll edirlər, təcrübələrini bir-biri ilə bölüşürlər. Bu da həyati bacarıqlar olduğuna görə qruplarla iş forması daha çox əlverişli iş formalarından biridir. Burada da ən çox lazım olan məqam odur ki, yaxın inkişaf zonası güclənir, tədris prosesində hər kəs cəlb olunur. Bəs çatışmazlığı nədir? Çatışmazlığı odur ki, qrup işi zamanı bəzi şagirdlər çox işləyə bilər, bəzi şagirdlər az. Ona görə də bu şagirdlər arasında narazılıq yaranır. Digər bir çatışmazlıq da odur ki, şagirdlərin burada fikir ayrılığı yaşaması olan bir vəziyyətdir. Yəni ki, şagirdlər burada bəziləri başqa fikir söyləyə bilər, bəziləri başqa fikir söyləyə bilər. O da qrup işinin çatışmazlıqlarından biridir. Bir də qrup işində müəllimlər sinifdə qaydalar olmalıdır. Biz qrup işini yaratmamışdan əvvəlcə qaydalar müəyyən etməliyik ki, şagirdlər qaydalara əməl etsinlər və sinifdə səs-küy yaranmasın. Səs-küyün yaranması da bəzən işgüzar səs-küy ola bilər, bəzən qeyri-işgüzar səs-küy ola bilər. İşgüzar səs-küy nədir? Şagirdlər fəaliyyət zamanı çıxan bir səs-küydür, ortaya çıxan səs-küydür. Amma qeyri-işgüzar səs-küy odur ki, artıq burada şagirdlər öz aralarında söhbət aparırlar və bu zaman səs-küy yaranır. Bu da olur qeyri-işgüzar səs-küy. Biz bu səs-küyləri bir-birindən fərqləndirməliyik. Əgər qrup işində səs-küyün yaranmasını istəmiriksə, əvvəlcədən biz qaydalar tərtib etməliyik. Bu qaydaları tərtib edərkən biz şagirdlərlə birgə etməliyik ki, şagirdlər bu qaydalara əməl etsinlər. Deməli, onlar qaydaları tərtib edəndə nə fikirləşirlər? Fikirləşirlər ki, qaydanı özümüz tərtib etmişiksə, deməli, bu qaydaya da əməl etməliyik. Qrup işinin çatışmazlıqları budur. Qaydaları da tərtib edərkən nəyə diqqət yetirməliyik? Məsələn, şagirdlərə belə bir qaydalar qoya bilərik ki, danışanın növbəsini gözləyin, bir-birinizi sonacan dinləyin, bir-birinizin şəxsinə deyil, ideyalarına fikir bildirin, bir-birinizə hörmət edin və yardım edin. Qrup işinin effektiv olmasında əsas şərtlərdən biri müəllimin skafoldinq etməsidir. Yəni, skafoldinq nədir? Müəllim şagirdlərə fəaliyyətdə onlara əsaslı şəkildə onlara kömək etməlidir, yol göstərməlidir və onları qrup işinə hazırlamalıdır. Əgər qrup işinə şagirdlər lazımi şəkildə hazır olmasalar, onlar birdən-birə fəaliyyətə cəlb olunsalar, çaşqınlığa səbəb olacaq. Sinifin idarə olunmasında xaosa gətirib çıxaracaq. Ona görə müəllim qrup işini daha aktiv, daha effektiv etmək üçün şagirdlərdən bir qədər pasiv şagirdlər üzərində dominantlığı qaldırmalıdır. Əvvəlcə qrup bölgüsü aparmalıdır. Daha sonra qrup qaydaları tərtib etməlidir ki, şagirdlər həmin qaydalara əməl etsinlər və sinifdə səs-küy yaranmasın. Bəs qiymətləndirməsi necə olur? Qiymətləndirilməsi bəzən şagirdləri qiymətləndirmək müəllimlərə çətinlik yaradır. Çünki müəllimlər bu şagirdləri həm bilik və bacarıq səviyyələrinə görə, həm də onların bu bacarıqları necə əldə etdiklərini, nə dərəcədə, nə qədər yiyələndiklərini qiymətləndirməlidir. Ona görə də müəllimlər dərsin məqsədinə irəli gələn bir meyarlara əsasən şagirdləri qiymətləndirməlidir. Sonra gəlirik bütün siniflə iş. Bütün siniflə iş forması müəllimlər elə bir fəaliyyətdir ki, artıq burada bir nəfər yox, 2 nəfər yox, qrup şəklində yox, bütün sinifi dərsə cəlb etmiş oluruq. Yəni bir fəaliyyət veririksə, bu fəaliyyət bütün sinifi əhatə edir. Faydası nədir? Faydası odur ki, bütün sinifi bir fəaliyyətdə birləşdiririk. Burada şagirdlər arasında daha çox ideya, daha çox fikirlərin bölüşdürülməsi baş verir. Bütün şagirdlər prosesə cəlb olur və burada müəllimlər şagirdlərə qoşula da bilər, sual-cavab sessiyasında iştirak edə də bilər. Çatışmazlığı nədir? Çatışmazlığı odur ki, burada bütün siniflə iş formasında bəzən fəal şagirdlərlə yanaşı utancaq və pasiv şagirdlər də olur. Bu utancaq pasiv şagirdlər diqqətdən kənar qalırlar. Bu zaman sinifin idarə edilməsi zəif olanda xaotik səs-küy yarana bilir. Bu da mövzunu daha dərindən öyrənilməsinə artıq çətinlik yaradır. Qiymətləndirməsi necə olur? Biz sinif üzrə qiymətləndirmə aparanda müxtəlif formalardan istifadə edə bilərik. Bizim əvvəlcə bir müəllim olaraq
bir planımız olmalıdır. Biz əvvəlcədən şagirdlərlə qiymətləndirmə meyarlarını bölüşmüş olmalıyıq ki, şagirdlər hansı meyarlar üzərində qiymətləndirəcəklərini artıq anlasınlar. Bu zaman həm müəllim şagirdləri, həm də şagirdlər öz işlərini yoxlayıb qiymətləndirə bilərlər. Belə müəllimlər, iş forması haqqında bu qədər. Bir də onu deyim ki, bəzən müəyyən müəllimlər yanlış məqamları anlayırlar ki, yəni ki, müəllim elə başa düşür ki, il ərzində yalnız qrup işindən istifadə etməlidir. Bu belə deyil. Müəllim il ərzində bu 4 dənə iş formalarının hamısından istifadə etməlidir. Bu iş formalarından istifadə edəndə artıq şagirdlərin daxili potensialı, istedad və qabiliyyətləri üzə çıxır. Şagirdlərdə əməkdaşlıq etmə, tənqidi düşünmə, problem həll etmə, özünün öyrənməsi haqqında məlumat olması kimi 21-ci əsrdə tələb olunan bacarıqlar formalaşdırılmış olur. Şagirdlər üçün təlim prosesini, tapşırıqların yerinə yetirilməsini maraqlı və məqsədyönlü etmək üçün müxtəlif iş vərəqlərindən, müxtəlif iş formalarından istifadə etmək tövsiyə olunur. Deməli, iş formaları haqqında bu qədər müəllimlər. Sağ olun, salamat qalın.